Televiziya aparıcısı Nərmin Salmanova yenidən ictimai televiziyaya qayıdıb. Milli Az xəbər verir ki, bu barədə o sosial media hesabında informasiya yayıb. O, daha əvvəl 6 il yarım çalışdığı və 2025-ci ilin yayında özünü yeni sahədə sınamaq qərarı verdiyi üçün ayrıldığı kanalda fəaliyyətini bərpa edib. Təxmin et kim qayıtdı? Nərmin qayıtdı. Bunu dostuna da de. Saat 20:00-da İTV xəbər proqramında görüşərik, deyə Nərmin yazıb. Xatırladaq ki, Nərmin Salmanovanın yeni fəaliyyət sahəsi Bakı metropoliteni QSC-də mətbuat xidmətinin rəhbəri vəzifəsi olmalı idi. Lakin aparıcının sözlərinə görə işə çıxacağı və əmək müqaviləsini imzalayacağı gün bəzi şərtlər dəyişdirildi və bu səbəbdən əməkdaşlıq baş tutmadı.